74 yaşında pasiyentdir. Şəfaat mərkəzində prosedür həyata keçirdik. Bel ağrısı var, gecəsi var. Bu da monitorda göstərilir. İğnənin ucudur, kontaktın gələcədə yeridir. 2 səviyyədən epidural transformundan blok edilmiş sizi çocuk oldu və epidural blok həyata keçirdik. İnşallah faydalılar keçmiş olsun. Ama bir saat önce prosedür elədik. Deməli, fluoroskopu altında giricalara yönəlik 2 dənə iğnə vurduq, belə deyim. İndi hal-hazırda ağrı ilə gəlmiş, şiddətli ağrı ilə. İndi özündən soracaq ki, ağrıları necə oldu? Necə ağrılarınız? 20 gündür çox əziyyət çəkirdim, doktor. Ağrılarım çox idi, sağ tərəfimdə yata bilmirdim, otura bilmirdim. Çox zülüm verdi, ağrı qırmaşdırırdı adam, çığırdı, dözə bilmirdim. İndi bugün eşitdik ki, siz bura gəlirsiniz, Şahin doktor gəlir, bura gəldik. Allah sizə ömür versin, Allah sizə can sağlığı versin, ağrım azalıbdır, otura da bilirəm indi. Şükür bugünümə. Otura bilərik mi indi? Bir dənə görək həqiqətən otura bilirsin. Bilirəm. Tamam. Sağlam ki, basılıb otura bilmirdim, indi bilirəm. Tamam. Yaxşıdır. Ağrın çox azalıbdır, yəqin ki. Azalıbdır.